Özəlləşdirmə çekləri olanlar 2026-cı il təcili son xəbər. Özəlləşdirmə çeklərini ümidlə saxlayanlar, ruhdan düşməyin. Cənab Prezident tezliklə xüsusi göstəriş verəcək. Bu problemi kökündən həll edəcək. Bunun üçün biz nə etməliyik? İndi sizə deputatların və vəkillərin məsləhəti ilə Cənab Prezidentə yazılmış məktubu necə göndərmək lazım olduğunu bildirəcəm. Bu ekranda gördüyünüz 070 304 05 21 nömrəli telefona WhatsApp vasitəsilə öz adınızı yazıb göndərin. Sizə həmin məktub hazır vəziyyətdə göndəriləcək. Siz sadəcə çap edib öz adınızı və ünvanınızı əlavə edəcəksiniz. Ailə üzvləriniz, qohum və ya dostlarınız da, tanışlarınız da qoşulub imza ata bilər. Məktuba bir ünvan yazmaq kifayətdir. Məktubu poçtdan çatdırılma qaydalarına uyğun olaraq göndərmək vacibdir. Poçt qəbizlərinizi mütləq şəkildə özünüzdə saxlayın. Dostlar, hamımız bu məktubu göndərsək, minlərlə müraciəti heç vaxt Cənab Prezidentdən gizlədə bilməyəcəklər. Biz hamımız bu məktubu yola salsaq, tezliklə haqq-ədalət bərpa olacaq. Əgər cavab verilməsə və Konstitusiya Məhkəməsinə göstəriş göndərilməsə, onda yığışıb müraciət qəbzi ilə prezident aparatına gedib cavab tələb edəcəyik. Dostlar, paylaşın, hamı bilsin. Yaddan çıxarmayın. Haqq verilmir, haqq tələb olunur. Kim məktubu özü göndərə bilmirsə, dostlarından və ya qohumlarından xahiş etsin. Nə qədər çox müraciət olarsa, haqq-ədalət bir o qədər də tez bərpa olar. Özəlləşdirmə çekləri qrupunun ağsaqqalları adından sizdən çox xahiş edirik. Hamı bu müraciəti Facebookda özəlləşdirmə çekləri qrupunda bugündən etibarən başlayaraq hər gün paylaşsın, öz-özümüzə köməklik edək. Artıq hamınız bilirsiniz ki, özəlləşdirmə çeklərinin istifadəsini dövlət tərəfindən 5 dəfə uzadılması barədə olan dələduzluq və nağıldır. Bunlar hekayədir. Çünki qanunla çeklər müddətsiz olaraq bütün özəlləşdirmə dövrü üçün ödəmə vasitəsidir. Əziz dostlar, bəzi məmurlar, deputatlar və ziyalılar ya savadsızlıqlarından ya da qəsdən uzun müddətdir ki, mətbuatdan bütün xalqı aldadırlar. Xalq isə qanunları özü oxuyub öyrənmək əvəzinə belə axmaqların təəssüf ki, belə axmaqların sözünü qanun hesab edirlər. Diqqət edin, dövlət əmlakının özəlləşdirilməsi haqqında qanuna əsasən özəlləşdirmə payları, yəni çekləri, dövlət tərəfindən vətəndaşlara verilmiş və onların mülkiyyət hüququnun obyektidir. Həmin qanunun 1.0.1-ci maddəsi ilə dövlət əmlakının özəlləşdirilməsi, dövlət əmlakının bu qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Həmin qanunun 10-cu maddəsində açıq şəkildə müəyyən edilmişdir ki, özəlləşdirmə payları ödəmə vasitəsidir və imperativ qayda olan bu norma bugün də qüvvədə qalmaqdadır. Qanun şahdır, heç bir fərman qanun maddəsini nə məhdudlaşdıra, nə də ləğv edə bilər. Prezidentə olan bu müraciət Ulu Öndər Heydər Əliyev rəhmətə gedəndən 6 ay sonra Ramiz Mehdiyevin və oliqarx məmurların hiləsi və xəyanəti ilə Cənab Prezidentin etibarından sui-istifadəsi nəticəsində imzalandırılmış Azərbaycan Respublikası Prezidentinin 75 nömrəli fərmanının tətbiqi nəticəsində yaranmış hüquqi vəziyyət ilə bağlıdır. Dostlar, əvvəl WhatsApp vasitəsilə aldığınız sənədi oxuyun. Sənəd vəkillərin və bəzi deputatların məsləhəti ilə hazırlanıb. İstəsəniz, özünüz həmin müraciətlərə əlavə edə bilərsiniz. Məsələn, Cənab Prezident, bizim ailə sizin ədalətli, vicdanlı və qeyrətli kişi olduğunuza və atanızın xalqa vəd etdiyi əmələ əməl edəcəyinizdən əmindir. Bu səbəbdən də məhz sizə müraciət edirik. Dostlar, nə qədər yazmaq olar deməyin, nə qədər gözləmək olar deməyin. Haqq verilmir, haqq tələb olunur. Dostlar, ədalət var, ancaq onun üçün mübarizə aparmaq lazımdır. Bu, Cənab Prezidentin sözləridir. Birlik olsun,
Mübarizə aparaq. Haqqımıza birlikdə nail olaq.